Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrindən olan Hanzala radiyallahu anhu Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrindən olan Əbu Bakr radiyallahu anhu yolda görür. Deyir: "Ey Əbu Bakr, Hanzala münafiq olub." Əbu Bakr radiyallahu anh deyir ki: "Neyini ki münafiq olub Hanzala? Mən Allah Resulü sallallahu əleyhi və səlləmin sənin haqqında xeyir sözlər dediyini eşidirəm." Deyir ki: "Səbəb nədir sənin münafiq olmağında?" Deyir: "Mən Allah Resulü sallallahu əleyhi və səlləmin yanında olanda imanım yuxarı olur. Və çox özümü yaxşı hiss edirəm, imanımdan razı kimi oluram. Lakin evə gəlirəm, ailə, uşaq mənim başımı qatır və imanımın düşdüyünü hiss edirəm. Mən münafiqəm." deyir. Əbu Bakr radiyallahu anh buyurur ki, o məndə də olur. Məndə də elə hisslər olur. Amma Əbu Bakr fəqih adam idi. Demədi mən də münafiqəm. Dedi gəl gedək Allah Resulundan soruşaq. Əbu Bakrın fərqi o idi o sahabelərdən. Ki o demirdi mən də münafiq olmuşam. O deyirdi ki məndə də olur o şeylər, amma mən münafiqəm yoxsa yox, bu mən deyə bilmərəm. Gedək Allah Resulunun yanına. Fərq o idi Əbu Bakrda. Ona görə sahabelər soruşurlar ki, ey Əbu Bakr, və Əbu Bakrdan soruşurlar ki, sən necə oldu ki sahabələrin hamısını keçdin? O deyir ki, hansı əməllərlə? Hansı əməl etdin ki sahabələri keçdin? Əbu Bakr radiyallahu anh deyir ki, heç bir əməlim yox idi. Sadəcə burada bir şey var idi. O Rəbbimlə mənim aramda idi. Radiyallahu anh. Əbu Bakr radiyallahu anh. Doğruluq. Bəli, radiyallahu anh buyurur ki, gəldi Allah Resulü sallallahu əleyhi və səlləm yanına. Dedim ki, ey Allah Resulü, Hanzala deyir ki, münafiq olub və Peyğəmbər sallallahu ki, o zaman başına gələni danışsın və radiyallahu anh danışır ki, ey Allah Resulü, sənin yanında olanda imanım güclü olur, evə gedən imanım azalır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər sizin imanınız məni ilə olduğunuz məclisdə olduğu kimi hər zaman olsa, mələklər sizə yollarda, küçələrdə salam verər. Yəni bu dəlildir ki, açıq dəlildir ki, iman bütöv bir şey deyil, iman şöbələrdən ibarətdir. Bəli. Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi bizə dəlildir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, iman 70 neçə və ya 60 neçə şöbədən ibarətdir. Ona görə də o Mənsur qardaş, o bayaq dediyimiz məsələ ki, yəni mütləq inşallah kəlməsini işlətməlidir. Bəli, mən möminəm çünki amma müsəlmanda yox. Yox, müsəlman şəkk eləmək olmaz. Olmaz, bəli. Biz müsəlmanıq. Elhamdülillah. Biz müsəlmanıq. Şəkk yoxdur ona, elhamdülillah. Amma mömin, onlar Əbu Bakr kimi, Ömər kimi o möminlər hansı ki onların Əbu Bakr radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləm ki, imam mı qoyur xəstə olanda? Ayşə radiyallahu anh nə deyir? Deyir ki, o Quran oxuyanda heç nə başa düşmək olmur. Ancaq ağlayır. Biz bəzən Quran oxuyuruq, bəlkə də əzab ayələri keçir orada Allah Taala. Bəlkə də bizim etdiyimiz əməllərə görə də o əzablar biz heç özümüz almırıq. Biz deyib də qutarsaydı evə gedərdik. Yəni fərq budur. Biz möminik inşallah. Əbu Bakr mömin idi, Ömər mömin idi. Amma onlar da kamilliyə doğru irəliyirdilər radiyallahu anh. Heç bir insanın imanı Peyğəmbər sallallahu əleyhi və səlləm imanı kimi deyildi. Bəzən düşürdü, bəzən qalxırdı. Peyğəmbərlər isə təkamüllük, onlarda kamillik həmişə. Yəni insanlar içərisində ən kamil insanlar peyğəmbərlər idi. Yəni onda peyğəmbərlərə düşmürdü, daima qalxırdı. Görsənən budur ki, bəli, peyğəmbərlərdə iman düşmürdü. Bəli. Çünki onlar Rəblərinə qarşı yəqinlikləri hər an, hər saniyə, hər ayədən bir artırdı. Çünki onlar Allah Taala ayətləri, möcüzələrini görürdülər. Çünki Allah Taala peyğəmbərimizi günahlardan qorumuşdu və elə şeylər var ki, peyğəmbər sallallahu əleyhi və səlləm görürdü, sahabeləri görməmişdi.